Tom Hanks'in Terminal filmini xatırlayırsınız. Həmin film real hadisələr əsasında çəkilib, amma reallıq filmdə göstərildiyindən daha qəribədir. Tanış olun, bu Mehran Kərimi Nasirdir. Nasiri İranlı qaçqın idi. O 1988-ci ildə Fransaya uçarkən üzərində olan qaçqın sənədlərini itirdi. O, Parisin Charles de Gaulle aeroportuna indi, amma problemi yarandı. Sənədləri olmadığı üçün aeroportdan çıxıb Fransaya daxil ola bilmirdi. Amma o, qanuni olaraq heç bir ölkəyə aid olmadığı üçün onu geri deportasiya edəcək bir yer də yox idi. Beləcə, o beynəlxalq tranzit zonasında Terminal 1-in gediş zalında ilişib qaldı. Onun evi terminaldakı qırmızı skamya oldu. O, günlərini kitab oxuyaraq, jurnal yazaraq və aeroport işçiləri ilə dostlaşaraq keçirdi. Aeroport işçiləri ona yemək verir, o isə tualetlərdə yuyunurdu. O, bir gün, bir həftə deyil, tam 18 il orada yaşadı. Nəhayət 1999-cu ildə Fransa ona sənəd təklif etsə də, o qəribə bir bürokratik səbəbdən imtina etdi. Yalnız 2006-cı ildə səhhəti pisləşəndə xəstəxanaya aparılmaq üçün aeroportu tərk etdi. O, Terminal 1-in əsiri kimi tanındı. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.